Əziz tamaşaçılar, VUF 13 çərçivəsində bir çox məsələlər müzakirə olunur. Sessiya və panel iclaslarda təbii ki, ekoloji məsələlər də əsas müzakirə predmetlərindəndir. Bəli, bugün dünya 3 qat planetlər böhranla üz-üzədir. İqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və çirklənmə. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində erkən xəbərdarlıqlar və davamlı şəhərlər adlı tədbirdə də Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Umayra Tağıyeva belə deyib. Qeyd edib ki, bu problemlər birlikdə ekosistemləri, insanların rifahını, dayanıqlı inkişafı, şəhər və icmalarımızın dayanıqlılığını təhdid edir. Azərbaycan da müxtəlif ekoloji problemlər və iqlimlə bağlı təhlükələrlə qarşılaşıb. İqlim dəyişikliyi ilə əlaqəli risklərə və fəlakətlərə qarşı şəhərlərdə daha güclü və dayanıqlı infrastrukturun qurulması iqlim dayanıqlılığı üçün həyati əhəmiyyət daşıyır və bu erkən xəbərdarlıq sistemləri vasitəsilə mümkündür. Azərbaycanın Milli Adaptasiya Planına və Böyük Qayıdış Proqramına uyğun olaraq 2030-cu ilə qədər erkən xəbərdarlıq sisteminin modernləşdirilməsi və azad edilmiş ərazilərdə çox riskli erkən xəbərdarlıq sisteminin yaradılması iqlim dayanıqlılığı üçün mühüm adaptasiya tədbiri kimi müəyyən edilib. Hökumət milli meteoroloji sistemin modernləşdirilməsinə ciddi investisiyalar edib. 2030-cu ilə qədər modernləşmənin tamamlanması üçün müasir proqnozlaşdırma, verifikasiya sistemləri, lokal ədədi hava proqnozlaşdırma modelləri, sektorlar uyğun iqlim analizləri tələb olunur.